Herkese salam, mən Yusuf Ejderzadə. Mən Mingəçevir şəhər Vaqif Akifovun adına 13 nömrəli tam orta məktəbin 6 sinif şagirdiyəm və Kürhazır mərkəzinin dinləyicisiyəm. Bu gün sizə yeni startup layihəm haqqında danışmaq istəyirəm. Layihənin adına BioLite vermişəm. BioLite sözü isə iki sözdən təşkil olunub və Bio və Light sözü. Bio sözü canlı, həyat, varlıq deməkdir. Light isə işıq deməkdir. BioLite layihəsində məqsəd isə bu günə qədər küləkdən, günəşdən və sudan elektrik enerjisi alınıbdır və mən də istəyirəm ki, torpaqdan da elektrik enerjisi alınsın. Və elektrik enerjisi nədir? Elektrik cəryanı nədir? Elektrik cəryanı özü isə naqildə elektronların nizamlı hərəkətidir. Və ətraf mühitdə gördüyümüz hər bir maddədir və maddələr molekullardan təşkil olunur. Molekullar isə atomlardan təşkil olunubdur. Və atom nədir? Atom nüvə və onun ətrafında dönən elektronlardan təşkil olunubdur. Və nüvənin daxilində isə proton və neytron var. Atom quruluşunu çəkmək istəyiriksə, onu da belə çəkirik. Bu nüvədir və nüvənin ətrafında isə bir çox elektronlar dönə bilər. Yəni bu tərəfdən, bu istiqamətdən, buradan. Və nüvənin daxilində isə proton və neytron var. Proton özü müsbət yüklüdür. Neytron isə yüksüzdür, yəni sıfır yüklüdür. Onun ətrafında dönən elektron isə mənfi yüklüdür. Elektron mənfi, proton müsbət yük olduğuna görə onlar bir-birlərini kompensasiya edir və atomu elektron-neytral hissəcik edir. Və indi isə elektrik cəryanı xarakterizə edən bir düstur yazmaq istəyirəm. Düstur isə I bərabərdir U böl R'dir. I cəryan şiddətidir, U özü gərginlikdir və R isə müqaviməti bildirir. Yəni gərginliyin müqaviməti bölərək cəryanın şiddətini ala bilərik. İndi isə sizə torpaqdan danışmaq istəyirəm. Yəni torpaqdan necə enerji ala bilərik? Torpağın daxilində mikroorqanizmlər yaşayır və mikroorqanizmlər isə özü bir neçə maddə ilə reaksiya edərək onlar elektronlar yaradır və elektronlar yaradaraq bizə elektrik verə bilər. Və biz də elektrik almaq üçün anod və katoddan istifadə edəcəyik. Anod özü mənfi yüklüdür, katod isə müsbət yüklüdür. Burada isə anod rolunu oynadan paslanmayan polad, katod rolunu oynadan isə kömür olacaq. İndi isə gərginliyimizi ölçək. Gördüğünüz kimi orada 6 volt, yəni 0,6 volt alındı. Lakin 0,6 volt çox azdır. Mən sadəcə bu hücrələrin sayını çoxaldım və ən az 12 volt ala bilim və 12 volt alaraq da biz LED lampa yandıra bilərik. Gördüyünüz kimi hal-hazırda 16 hücrədən ibarət qapalı sistem yaratdıq. Və 16 hücrədən ibarət bu sistemdə gördüyünüz kimi 11,26 volt alındı. Əgər 11,26 voltumuz varsa, deməli biz hansısa bir LED lampa yandıra bilərik. Və hal-hazırda gördüyünüz kimi bu LED lampa da 4,5 volt ilə yana bilər. Və bizim 11 voltumuz varsa yandıra bilərik və hal-hazırda gördüyünüz kimi dəyəndə lampa yanır. Və bununla da biz təsdiq etdik ki, torpaqdan da elektrik enerjisi almaq olur. Bu qədər, sağ olun.